Həmçinin dəyərli qardaşlarım, 69-cu vitr namazının qılınma formalarıdır. Əksəriyyətimiz bir formasını bilirik və yaxud iki formasını bilirik, hansı ki Allah Rasulü o cürünə qılır. Məğrib namazına oxşamamaq şərti ilə deməli 3 rükət qıldığımız zaman arada nə edirik? İkinci rükətdə təşəhhüdə oturmuruq. Deməli, ikinci rükətdən birbaşa qalxırıq üçüncü rükətə, üçü qılırıq və təşəhhüd oxuruq. Bu birinci formasıdır. İkinci forması 2 rükət qılınır, salam verilir, sonra durulub 1 rükət tək qılırsan. Və bundan başqa var, Allah Rasulundan gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 5 rükət ardıcıl qılardı. 5 rükət ardıcıl. Yəni, ardıcıl dediyimiz zaman burada təşəhhüdə oturmazdı. Yəni, ardıcıl dediyimiz zaman Allah Rasuluna, yəni, təşəhhüdə arada oturmazdı. Yəni, 5 rükət qılar, ardıcıl, Peyğəmbər sallallahu aleyhi və səlləm. Sonra 5-ci rükətdə təşəhhüdə oturar, təşəhhüdə oxuyar, təşəhhüddən sonra qalxardı ayağa, 1 rükət nə edərdi? Tək qılardı. Peyğəmbər sallallahu əleyhi və səlləm bu cürə qılardı. Həmçinin 7 rükət gəlib. 7 rükət Allah Rasulü qılıb, gəlib ki, buradakı 6 rükəti ardıcıl qılardı. 6-cı rükətdə təşəhhüdə oxuyar, sonra qalxar ayağa 1 rükət tək qılardı. 7 olar, tamam. Və yaxud da Peyğəmbər sallallahu əleyhi və səlləmdən gəlib 9 rükət, 8 rükəti ardıcıl qılar, 8-də təşəhhüdə oxuyar, sonra qalxar, 1 rükət nə edərdi? Vitri qılardı 1 rükət və bu ilə də tamamlayardı. Və həmçində 11 rükət. Peyğəmbər sallallahu əleyhi və səlləm 10 rükəti cüt qılardı, sonda 1 rükət qılardı. Yəni bu cürə şəkildə. Və həmçində gəlib ki, Allah Rasulü sallallahu aleyhi və səlləm 13 rükət qılardı. Yəni 11 rükət qılınandan sonra oturaq halda 2 rükət nə edərdi? 11 rükət qılınandan sonra 2 rükətdə Peyğəmbər sallallahu aleyhi və səlləm oturaraq qılardı. Deməli, bu formalar hamısı vitrin qılınma formalarıdır. Ona görə də arada bu cürünə də qılmaq lazım. Məsələn, 5 rükət qılırsansa, deməli, 4 rükət, yəni 5 rükəti ardıcıl qılırsan. 5 rükəti ardıcıl qılırsan və 5-ci rükətdə təşəhhüdə oturursan. 7 qılırsansa, 6-sını ardıcıl qılırsan. 6-da təşəhhüdə oxuyursan, sonra durursan, 7-ni qılırsan.